dəstək versinlər filan. Bunların ki, hamısı mənəvi dəstək olub. Məsələn, Türkiyənin diziləri olubdur, bilmirəm, universitetlərində təhsil almaq olubdur. İndi Azərbaycanda biraz mənəvi dəstəkdir. Kürdlər kimi biz heç bir xarici, o Kürdlər qədər xarici dəstək almamışıq. İstər universitetlərdə, istər o maliyyə açısından, istər silah açısından. Ölkə bizə dəstək verməyib. Bəli. Biganə başqa bir dövlət, Avropa, Amerika, dünyada heç vaxt biz bir dənə dövlətin. Dəqiqən. Ona görə bizim durumumuz biraz həssasdır. Bu günə kimi İstəyirəm o deyəm ki, bu günlərim əgər o Kürt siyasi qüvvələri gəlirlər, eşikdə deyirlər, təhrim eləmişik, Hizb-i Demokrat qurcuya təhrim ediblər. İçəridən əşirələrinə, hamısına deyirlər, gedin səs verin. Gəlirlər, səs verirlər, yeri gələndə gəlirlər, otururlar, müzakirə eləyirlər. Səltənətçisi ilə də, Cumhur İslamisi ilə də. Otururlar, danışırlar. Yaxşı. İndi əcəba biz niyə, məsələn, diplomasi əgər budursa, biz niyə etməyək? Nə olubdur, məsələn, elə bu diktatori ilə mübarizə, mən gələcəm, nəyin bahasını? Neçə dəfə biz çox xoş gördük, Əziz Mahmud bəy. Sağ olun, təşəkkür edirəm. Xoş gördük, Barışaq, yaptınız. İndi o açıdan istəyirəm deyəm ki, Azərbaycan Milli Hərəkatı da öz mənafeyi, real politiksi düşünərək biz duyğusallıqdan çıxmalıyıq eşiyə. Biz İranda ödib haminin haqqını alıb verəsi dəyirik. Bir dənə belə bir missiya qoyulubdur Azərbaycanın üzərinə. Elə bir ki, ənənəvi bir adətdir, tarixdən gələn. Biz elə bir ki, hamıya demokrasi gətirib verməliyik, məsələn, İranda. Heç də elə deyir. Elə onun məsələsində də məşrutiyyətdən bəri bu oyun qalmışdı ki, başımıza gəlibdir. Bu günlərin o boyda tarixsel açıdan Azərbaycan coğrafiyasına, Əncümənhay iyaləti vilayəti də o Məmaliki Məhrusiyə İranda baxsaq, xəritələrə hardan haradır? Hətta Kürdistan özü ki, bu günlərin vardır, Azərbaycanın xəritəsinin içindədir. Biz oradan gəlmişik, gör nə günə salmışıq ki, bu günlərin işimiz ora çatıb ki, öz toprağımızda gəlmişik, o qədər qışqırdıb, bağırıb, söyləyiblər ki, məsələn, bir dənə azınlıq qüvvə gəlir orada, Novruz bayramını keçirir, iddia və biz məcburuq orada deyək ki, torpaqdan pay olmaz. Bunları nəzərə alaraq istəyirəm deyəm ki, bugünkü təhəvvülatda Azərbaycan Milli Hərəkatı, milləti bu vəziyyəti ki, açıqladım bölgədə, məntəqədə, içəridə, düz ip üstündə biz yeriyirik. Dəngəmizi gərək çalışaq, hər tərəfi sağlayaq və mən bunu deyim, bir daha da bunu bitirim, qonaqlarımız danışarlar, istifadə edərik. Azərbaycan Milli Hərəkatı bu son 3-4 ilə qədər iki qutbun üstündə fırlanırdı. Mən bunu deyim, əsas məsələ də budur. Bir dənə sağ milliyyətçilik var idi, bir dənə ənənəvi qoymuş sol milliyyətçiliyi var idi ki, əslən bu soldan gəlməkdi, qabaqlar da vardı, bu 35 ilin içində daha gücləndi. Ki, əksərən federalizm üstündə bunlar çox düşünürdülər, eləyirlər. Bir daha da sağ qanatıdır ki, o Azərbaycan istiqlalından sonra 1370-ci illərdən daha çox gücləndi. Onlar da çox bağımsızlıq və istiqlal məsələsi üzərində çalışır. Əksərən də bu balansı iki qanatın üstündə gedir Azərbaycan hərəkəti, Milli Hərəkatı. Amma bu son dönəmlərdə mən bunu istəyirəm deyəm. Bu fəaliyyətlərin nəticə, bu iki qanatın fəaliyyətləri nəticəsində və bu məzhəbin köklərin zəifləməsi, Cumhur İslaminin rizə şiki içində yarın töküntü vardı. Bir dənə hakimiyyətin içindən də konservativ, məzhəbi ruhu olan bürokratlar yaranıbdır ki, bir türkçülük Azərbaycan bir məfkurəsi də onların içinə gedibdir. Və bu ən zirvə yeri ki, özünü göstərməkdə oldu, bu son prezident seçkiləri idi ki, özünü göstərir. Kadrlar qoyur ortaya. Yəni, bu günlərin biz əgər Azərbaycan Milli Hərəkatından danışırıq, ya İranda Türk hərəkatından istəyirik danışaq, konusundan danışaq, bir dənə mehvər də bu məsələyə əlavə olubdur ki, bir seri bürokratları hakimiyyətin içindən, Azərbaycandan məzhəbi ruhu olaraq bu məsələyə əlavə olubdur. Bu, indiki bugünkü gün hakimiyyət bunu çalışır ki, bold eləmanın, ortaya qoymanın və bir məqaləm var idi, yazmışdım, Azərbaycan der tərazi opozisyon və Cumhuri İslami. Burada istəyirəm deyəm ki, istəyir bunu bold eləmanın Milli Hərəkatın tabanını öz tərəfinə çəksin.
millətçiləri, milli qüvvələri zindani elmanla, baskılarla haşiyə vurmaq və bunları özünə çəksin və həm də Azərbaycanla, Quzey Azərbaycanla Türkiyənin etkisini İranda azaltsın. Amma bu günlərin bu bizə bir təhlükə də sayılsa, vergiləri və itkiləri vardır. Bu gələcəkdə əgər İran çöküşə doğru gedirsə, Cumhur-İslami çöküşə doğru gedirsə, bu qüvvənin ki, bu günlərin bu aksiyada da biraz biz onların qorxusunu alırdıq. Gələcəkdə bu tozə tələb qüvvələri ki, Azərbaycan torpaqlarına göz tikiblər və ehyanən başqa mərkəzi qüvvələr ki, eləyə bilərlər Azərbaycana hücum gətirərlər, onlarla qarşı durmaqda və idarəçilik sistemində mütəşəkkilləndirmədə pozitiv rollar olar. Təşəkkür bildirirəm dəyərli Babaş bəy, çox önəmli məsələlərə toxundunuz gerçəkdən. Mən Sayın Mahmud Bilgin cənabları Demokrat Partiyasının, Güney Azərbaycan Demokrat Partiyasının sözcüsü bizə qatıldı. Təşəkkürümü bildirirəm. Ancaq bu sıxıntılara rağmen Novruz görüşləri var. Mən dostlardan rica etdim. Həm Babaş bəy, həm elə Əli Süleymani bəy, həm Mahmud bəy qəbul elədilər. Öz minnətdarlığımı bildirirəm. Buyurun Mahmud bəy, sizi də çox xoş gördük. Mahmud bəy, siz məsələni necə dəyərləndirirsiniz? Ancaq böyük bir ittifak, bir olay baş verdi. Mən bunun adını bir tarix qoya bilirəm, yəni tarixi bir olay. Siz bu məsələni necə? Babaş bəy çox önəmli məsələlər işarələdi. Onları gördünüz, eşitdiniz. Acaba onlara hər hansı münasibətiniz olsa bildirə bilərsiniz və öz baxışınızı, öz görüşünüzü bugünkü Güney Azərbaycan, Türk milləti, Batı Azərbaycan torpaqlıqda Azərbaycanın qəlbi Urmu şəhərində necə gördünüz? Təşəkkür edirəm dəvətiniz üçün. İlk öncə Babaş bəy, cənab Babaş bəy Bəxtəvəri, habelə Ali bəy Süleymanini və Araz bəy Sulduzu sizi salamlayıb və bütün məni dinləyənləri də sevgi və saygı ilə salamlayıram. Demək ki, bu günlərin tarix yazıldı. Güney Azərbaycanın milli hərəkatında necə ki, bir Qudət hərəkatı tarix oldu və unudulmaz bir keçmişimizdə hər zaman onun il dönümünü tuturuq. Mənə belə gəlir ki, öz milli hökumətimizi yaratma yolunda böyük bir aşama açdıq. Yəni bu Urmunun belə sahib durmaq, Urmuya yiyə durmaq bütün şəhərlərimizdən axıb sel kimi milli fəallarımız Urmuda gəlib Urmunun demək ki, varlığı ilə birlikdə Fars şovinist rejimi keçirdi at oynada Ələvilik adı ilə, nə bilim, Həzrət Əlinin şəhadət günüdür. Onunla bağlı çalışırdı ki, Türkiyəyə qarşı bir hərəkət yolu sala. Qureyşini gətirmişdi. Fars demək ki, şubiyyəsi Molla Qureyşinin, Mehdi Qureyşi gətirmişdi ki, çıxış edəcəkdi, nə edəcəkdi. 400-500 nəfər qaldılar bazar ağzında. Və doğrudan mən bir Urmiyalı olaraq dəfələrcə ürəyim titrədi. Dünyam dəyişdi bir gün. Bu günlərim tarix yazıldı. Gerçəkdən. O sel gördüm o sel bu rejim onu kontrol edəmədi. Hakimiyyət çalışmışdı ki, Kürt məsələsinin, Tuğ qüvvələrin yığmaqla Türkiyəyə bir sav verə, eyni halda bizə bir şey göstərə ki, baxın, otun yerinizdə mənim əlimdə belə bir ağac var, şəhərlərinizi dağıdırım. Şansa bu ikinci aşamadaydı hakimiyyət. İkinci aşamasında da istəyirdi hərəkətin mahiyyətini sala və bunu tam bir məzhəbi bir hərəkət kimi və Türkiyəyə qarşı bir Ələvi hərəkatı kimi görsə də, ikinci aşamasında 100 minlər, söz milyondan gedir, 500 min, 700 min, yəni bunu sayın demək çox çətin. Amma onlar ki, ümumiyyəli də bilirlər. Mərkəzdən əyalətə 1 kilometr, 2 kilometr fərq sıx cəmaatdır. Yəni burada doğrudan söz 100 minlər insandan gedir ki, tarix yazdılar və rejimi açmaz elədilər. Rejim onu istəyirmiş ki, o qumar içi oyunudur milli hərəkətin başına vursun, bizi sissin və Kürt kartı ilə hərəkəti Kürtlük məsələsi ilə bir-birinin qarşısına qoysun və beləliklə öz çirkin hakimiyyətlə daha ömür qazansın. Eyni halda da bölgesel məsələlərdə Türkiyəyə cavab vermiş olsun, bunların hamısı heç oldu deyil. Yəni rejim nə qədər çalışırdı ki, beləliklə öz ideolojisinə və siyasetinə, öz varlığına bir haqq qazansın gələcəyindən bağlı,
bu günlərim Azərbaycanda milli hərəkatımız tarix yazdı. Bunun əsas tarix yazmağın əsas illəti budadır ki, bizdə bir potansiyel var. Bu potansiyel bu günlərin bilfeil oldu. Bu potansiyeli biz görürdük millətçilər. Hakimiyyət bunu görmürdü. Ya da görürdü. Ha, geçmişdə də biz işğal getməkdə buna görə getmişdi. Deyir başa o potansiyeli seçəcək, özü də alırsınızsa və bununla öz ömrünü çoxaldacaq. Amma bilmirdi ki, bu potansiyelin dalında minlərcə milli fəalımızın zindanı, şəhidlərimizin əməyi, yəni bu cür rahatlıqla deyil. Elə rəhmətlik Bəxtavərin şəhadəti, əmanilərin, nə bilim, yüzlərcə bizim bu orada-burada bu hakimiyyət vasitəsilə verdiyimiz şəhidlərin nəticəsi heç də getmir. Hərəsi bir dənə orada-burada demək şəhərlərimizdə böyük bir qaynaq olur ki, bu günlə bu deyirlər ki, bu yığıldılar bir-birinin yanına, bu kiçik-kiçik axan çaylarımız və bir dənə denizə çevrildilər. Və bu dərya bu günlərim həm Fars şovinist rejiminin özellikle İran şəhri bölümünü titrətdi. Tam titrədilər ki, bu selin qabağında bu sel ikinci aşamada ki, aşacaq və deyəcək azadlıq, ədalət, milli hökumətlə hökumət quracaq. Yəni da bu bir dənə ələni bir şey oldu. O İran şəhri bildi ki, daha bundan belə Azərbaycan at oynatmaq yeri deyil. Buradaca riskli işler görmeyerler. Buradaca çalışırlar, pişi ilə saxlayırlar ki, bu millət rejimə qarşı xiyavanlara tökülüb ölüm olsun Xameneyə deməyə. Yəni rejimin bilməlidir ki, bu güc əgər bir günlərin fəqət elə açıq şüarlarla ki, məhv olsun Qəndili xiyanət edənlərə, onlara yardım edənlərə, nə bilim, Urumiyyə Qadam mənə gəlsin, yolunda şəhadət azdır, nədir ki bir qurucan. Azərbaycan var olsun, istəməyən kör olsun, Urmu Türkündür, alınmaz qalasıdır. Nə bilim, Azərbaycan yurdumuz, Urmiyə bozqurdumuz, Təbriz, Urmu, Ankara, biz hara, kütlər hara, ölüm olsun PKK-ya, məhv olsun PKK, şəhidlər ölməz, vətən bölünməz. Və nəhayət belə çox gözəl də bir şuar, Qəşqayı, Türkmen, İttihad, hamısı dəyərləndirilməlidir. Və bu hərəkət rejimi lap elə açmaz elədi. Yəni rejim baxçı bunu kontrol edilməz. O böyük büləndiqulağa getmişdi ki, müəyyən bir bölümü onunla nə bilim cənab Erdoğana qarşı, cənab İlham Əliyevə qarşı bir hərəkət yola salacaqmış. Gördü ki, əslən nə desə onun əksi cavab alacaqdı. Məcbur qaldı Heydər desin, Azərbaycan var olsun, istəməyən kör olsun desin. Bir sıra belə bir orada-burada bəzi şüarlar. Amma o şey ki, görsəndi budur ki, biz hakimiyyətin o bərnamə ki, toxumuşdu, onu heç elədik ki, heç öz istəyimizi yapışdırdıq meydana. Və bu doğrudan təbrik etməlidir. Yəni olunmalıdır orada olan bütün milli fəallarımıza, Azərbaycan türklərinə. Bunun etkisi tək İranın içində, İran şəhəri sərayına yox. Eyni halda həm Kürt terror qüvvələrinə ki, göz silmişlər bizim bölgəyə, ki, bizim bölgədə nə bilim müəyyən bir oyunlar aparacaqlar, həm onları oturtdu yerində, onları tam açmaz bir hala gəldi. Və mənim bir iki dənə xəbərim var ki, bunların içində çox bu gedir ki, daha bunu çox böyütməyin, bu Müsləmanın hərəkətidir, nədir. Amma dünən İran 3 gün bundan qabaq öz hərəkətlərin böyüdürdülər ki, Sənəndəzin mərkəz döyülür, Kürdistanın ürəyi Urmiyədə çalır. Beləliklə, onlar da bir müəyyən bir, demək ki, əllərini hesab gəldi və bildilər ki, harada oturmalıdırlar və nə cür yanaşmalıdırlar Azərbaycan Milli Hərəkatı ilə. Hələ Azərbaycan Milli Hərəkatı öz gücünü burada belə görsədir. Bunun gücü, daha gücü demək ki, Azərbaycan Cumhuriyyətində, Türkiyəsində bunlar da buna qarşışanda böyük bir güc kimi bölgəni dəyişdirir. Bugün tarix yazıldı hər açıdan. Bu günlərin Güney Azərbaycan Milli Hərəkatı eyni halda həm İran şəhriyə cavab verdi, vilayət fərqi sisteminə cavab verdi, Kürt terror qüvvələrinə cavab verdi. Eşikdə olan bəzi hesab kitablar eləyirlər gələcəyin alternativi ilə bağlı. Ki, onlar ki, bərnaməzdə tökürdülər ki, alternativ hakimiyyət nəzər ola bilər. Onlara bir cavab verdi ki, oturun yerinizdən. Biraz yavaş gəlin. Bax, dayanmayın bu international televizyonlarınızda, oradan-buradan qaynaqlanan müftə pullarınızda. Güc mərkəzi türklərin əlində. Və bir dənə şey verdi,
çox danışmayım, sözü verim Babaş bəyə. Bir dənə də nəticəsi bu idi ki, bu hərəkətin demək ki, Türkiyəmizə və Azərbaycanımıza və Türk dünyasına varlığın göstərərək ki, bu şuxluq bir hərəkət deyil. Bizdə belə bir 100 minlik hərəkət var. Eyni halda bu Türk dünyasından qıraq, istər-istəməz bugün Avropa international gücləri, Amerikası necə olmalısa bugün Trump'ın bizim üstündə bu otdu ki, İranda ki biz hərəkət axtarıq, hakimiyyət dəyişdirək, 100 minlər Türk burada hərəkət edilibdir. Və hakimiyyətin istəmədiyi sözləri, şüarları deyil. Ona görə bugün Azərbaycan Milli Hərəkatını doğrudan qutlamaq gərək ki, tarix yaratdılar dostlarımız, milli hərəkatımız və başımızı uca etdilər və siyasi baxımdan siyasi təşkilatların əlini açdılar ki, siyasi təşkilatların sorumluluğu daha çoxaldı ki, bundan belə hansı addımlar atmalıdır. Meydanı işlərə daha, təşkilatlarımız daha meydanı işlərə daha düşünsünlər. Sayın Mahmud bəy, mən bunu deyim, əslən bu məsələnin o önəm daşıyan yeri buydu ki, ani halətdə biz Güney Azərbaycan Milli Hərəkatımız, millətimiz bunu bir mesaj ki verdi. Biz ani halətdə, ani dəqiqədə, ani saniyədə bütün oyunları bir-birinə vurub və böyük ittifaq yarada bildik. Bu çox önəm daşıyır. Yəni hər hansı hazırlıq olmadan, reklam öncədən ki biz bu çağırışımız olacaq, yox. Millət xodsuz bu böyük olaya başa verdi və bu çox önəm daşıyır. Əlbəttə o anlamada gəlmir təşkilatlarımızı demək olar bu ittifaqın yaranmağında qırağa qoyuq. Yox, elə bu illər boyu, aylar boyu təşkilatların çalışmaları idi. O ancaq hər hansı təşkilatlarla, işlərlə bu araya gəldilər. Bu işlər yarandı ki, bugün millətimiz bu qədər oyanış mərhələsinə yetiribdi. Mən Babaş bəydən də, Sayın Əli Süleymanov zərəflarından da Rızam, bu da hər hansı əzizimiz istəsə ya öncə Sayın Əli Süleymanov zərəfləri olsunlar. Sayın Mahmud bəyin danışığına münasibətləri olsun ya başqa sözləri üzrə görə olsunlar. Eşilərim, mən belə düşünürəm, hər üç dostumuz hərəsi elə bir şey danışdılar. Hala vaxt mən ayırmıram, 5 dəqiqə, 10 dəqiqə ola bilər. Proqramımızı sona çatdırıq ondan sonra. Çünki 1 saat 40 dəqiqədə də davam tapır.